Bugün sizler için RFM Ryan Şəhər Turu 2026-cı ildə təqdim etdiyi suallara baxacağıq. Bu suallar 7-ci siniflər üçündür. Vaxt itirmədən keçək sualların izahına. Qeyd edək ki, bizim 6 və 7-ci siniflər üçün RFM yarım final və final hazırlıqlarımız üçün qruplar açacağıq. Bu qruplar başlayacaq 16 martdan. Qeydiyyatdan keçmək üçün 050 854 77 18 nömrəsinə yazıb qoşula bilərsiniz. Vaxt itirmədən keçək Ryan Şəhər suallarının izahına. Birinci sualda görürsünüz ki, yuxarıdakı ifadə 1, 1, 1, 1 kimi davam edir. Cəm aşağıdakı isə bu şəkildə davam edir. Dövrü kəsir formatına göstərsə 9-a 1, 9-a 4, bu da 0,25 edəcək. İkinci sualda isə A ədədi neçə rəqəmli bir ədəddir. Əlbəttə ki, ümumi bir məntiqlə düşünsəniz, baxın, elə ən böyük ədədin rəqəmlərinin sayı qədər olacaq. Çünki bu ədədlər bundan kiçikdir. Yəni, doğru cavab 10 olacaq. Daha əsaslandırmaq üçün 10 üstü 8 mötərizə xaricində çıxarsaq, 10 üstü 2 çıx 1 üzərinə bu ədəddə 10 üstü 5 çıx 1 ədəddə 9, 5 dənə 9 ədədidir. Bu da 99, yanında 8 dənə 0. Bunlar sayı 8 dənədir. Üzərinə 9, yanında 5 dənə 9, yəni bu ifadə. Bu da görsənir ki, elə bu ədədin, bu 5 dənə 9 sonundakı olacaq. Yəni görsənir ki, bu 10 rəqəmli bir ədəddir. C variantı doğru cavabdır. 9-a bölmə rəqəmlərinin cəmidir. Rəqəmlərin cəmi eləyəcək 12 plus A plus B. 9-a bölünməsi üçün A plus B 6 ola bilər. Daha sonra isə 9 gəlsək 15 ola bilər. Üzərinə 24 ola bilməz, çünki AB rəqəmlər olduğu üçün maksimum 18-in kiçik bərabər olmalıdır. Doğru cavab 15-dir, B variantı. Keçək 4-cü sualda. Vuruqlarından biri aşağıdakılardan hansıdır? İfadənin vuruğu ifadəni sıfıra çevirir. Yəni hər bir variantı yoxlayaq. A kvadratı plus 2 əgər vuruqdursa, yəni siz bu ifadədə, məsələn bu ifadə buna bərabərdə, doğru mu? Yəni cavablarla gedə bilərik. Sadəcə bu A kvadrat plus 2 vuruqdursa, A kvadratın yerinə əgər mənfi 2 yazsaq, bu 0 olacaq. Dolayı yolun sağ tərəfdə 0 olmalıdır. A kvadratın yerinə mənfi 2 yazsaq, A kub olacaq. A kvadratı vur A, eləcə mənfi 2A. Bu elədi mənfi 2A. A kvadratın yerinə mənfi 2 yazsaq, bunun yerinə mənfi 2 yazsaq, mənfi 12 eləyir. Bu ilə bu gedir, bu ilə də bu gedir, qalır 0. Yəni 0 eləyirsə, bu onun vuruqlarından biridir. Yəni doğru cavab A variantı. 5-ci sualda isə biz Euler Venn diaqramını çəksək, elə bu şəkildəki kimi də göstərə bilərik. Ortaya 1, 2, 3, A-nın B-dən fərqli 0, 4 və B-nin A-dan fərqli isə əlbəttə ki 5, 6 qalır. B-nin elementləri bunlar olacaq. 5 dənə elementi vardır. Aşağıdakılar bitişik tərəflərin bir-birinə perpendikulardır. Verilən ölçü əsasən fiqurun sahəsi neçə olacaqdır. Gəlin hissələrə ayıraq. Bu isə 12 vur 6'dır. Bura oldu 72. Daha sonra bura 5'dirsə, buradan bura 7 düşür. Bura olacaq 70. 7 vur 10. Daha sonra bu düzbucaqlının sahəsini tapaq. 10 buradır. Buradan burada 7'dir. Bura isə 5'dir. Buradan burada 5'dir. Bura isə olacaq 17 vur 5. Əlbəttə ki, burada olacaq 3 vur 2, 6 olacaq. Elə doğru cavab 233 olacaqdır. Yəni 6'da B variantı olacaqdır. Yəni bu şəkildə davam eləyək. 7-ci sualda isə adi bir tənlikdir. Birinci ifadəni, yəni hər tərəf sağ və sol tərəfi 30'a vursaq, birinci ifadə olacaq 6x çıxılsın 5 vur x minus 6 bərabərdir. 30'a vursaq 15 alınır. Buradan alınır x plus 30 bərabərdir 15, x mənfi 15 C variantı olacaqdır. 8-ci sualda sadə vurulan ayrışı verilib. Aşağıda hansına bölünə bilməz? Əlbəttə ki 50'yə bölünə bilməz. Çünki 5'in kvadratı vur 2 iştirak edir. Bunun içərisində 5 üstü 2 yoxdur. Yəni A variantı ola bilməz. 9-cu sualda isə görsənir ki C plus 1 də 7,5'dən kiçikdir. Bu da B plus 2'dir. Bu da A plus 3'dür. Bu tərəf isə 1 böl 3'dür. Görsənir ki 7,5'dən kiçik natural ədədləri ardıcıl şəkildə düzsək, bura 7 olacaq. Daha sonra bura olacaq 6, bura olacaq 5. A olacaq 2, B olacaq 4, C olacaq 6. Bunların cəmi də 12 eləyəcək D variantı. Yəni 9'da
Doğru cavab C variantı olacaqdır. 10-cu sualda isə adi qayda ilə tənasibdən vurub baxsaq 21n bərabərdir 27m plus 9n. Buradan alınır 12n bərabərdir 27m. Hər tərəfi böləcəyəm 3-ə, olacaq 4n bərabərdir 9m. Buradan n olacaq 9k, m olacaq 4k. EBOB-da yerinə yazsaq, EBOB 4k 9k bərabərdir 4. Buradan k-nı mötərizə xaricinə çıxarsaq, EBOB 4 və 9 qalacaq 4-ə. 4, 9 EBOB 1-ə bərabərdir. K-nı 4 tapıram. K 4 olandan sonra isə m plus n 13k olduğundan 52 olacaq B variantı. 11-ci sualda birinci ədəd hər ikisindən müsbət çıxacaq. Ümumiyyətlə ədədləri hesablayıb mənfi olsa belə müsbət olacaq. Birinci ədəd olar 990. Orta məxrəci gətirsəm 10 yəni 10 çıx 99 qalacaq. Yəni mənfi 89, ondan da 89 çıxacaq. Plus burada isə 9, 9, 0, 0. Burada isə 100 çıx 1, 100 çıx 99, 1 alınacaq. Bunları toplayanda 891 bölünsün 9900 olacaqdır. Bu ifadədə əlbəttə ki, A variantını verəcəkdir. Bir qrupda Alman və İspan dillərinin ən az burada deyir ki, ən az birini bilənlərin sayı, ən az birini bilənlərin 62 nəfər vardır, 60 nəfər vardır. Daha sonra deyir ki, Alman dili bilənlərin sayı yalnız İspan dili bilənlərin sayının 2 misli, hər iki dili bilənlərin sayı isə 4'te 3 katıdır. Bu şekilde hesaplamaq lazımdır. Gəlin ən birinci bunları Euler-Venn diaqramı əsasında çəkib yaza bilərik. Gəlin baxaq. Euler-Venn diaqramı əsasında çəkib yazsaq, bu Alman dili olsun, bu da İngilis dili olsun. Demək, burada yalnız Alman dilli bilənlərin sayını, gəlin burada x deyək. Yalnız İngilis dili bilənlərin sayına gəlin y deyək. İspan dili üzr istəyirəm. Hər iki dilən bilənlərin sayını gəlin z deyək. Qeyd olunur ki, Alman dili bilənlərin sayı yalnız İspan dili bilənlərin sayının 2 misli qədərdir. Alman dili bilənlərin sayı x plus z-dir. X plus z bərabərdir 2y. Yalnız İspan dili bilənlərin sayı 2y olacaq. Bundan sonra isə hər iki dilən bilənlərin sayı 4'te 3 katıdır. Hər iki dili bilənlər x plus z də bərabərdir. Hər iki bilən z'dir. Bunun 4'te 3, 3'te 4 katıdır. 3'te 4 z olacaqdır. Aha. Bundan sonra isə deyir ki, buna görə bu qrupda yalnız bir dili bilənlərin ümumi sayını tapın. Demək, ən az bir dili biləndə 60 nəfərdir. Yəni toplam x plus y plus z də 60 olacaqdır. Bundan sonra isə əlbəttə ki, verilmiş ifadələrdə yerinə yazıb tapa bilərik. Belə ki, x plus z 3'də 4 z-dirsə, x ədədi olacaq 3'də 1 z. X 3'də 1 z-dirsə, hər birini z-lə ifadə etməliyik. Y-i də tapaq. X-in yerinə 3'də 1 z yazsam, olacaq 3'də 2 z, 3'də 4 z. Ben x-in yerinə 3'də 1 z yazıram da yuxarıdakı tənlikdə. Olacaq 3'də 4 z bərabərdir 2y. Buradan da y bərabərdir 3'də 2 z. Y-imizi də 3'də 2 z tapdıq. Y ədədi əgər 3'də 2 z-dirsə, bundan sonra isə hər birini toplayıb 60'a bərabərləşdirəcək. Z-də elə z-dir. X plus y z 60'dır. X-in yerinə 3'də 1 z, y-in yerinə 3'də 2 z, z-də bu da 60'a bərabərdir. Görsənilir ki, 2 z bərabərdir 60, z-i tapdım 30. Z 30'da olandan sonra buna görə bu qrupda yalnız bir dili bilənlərin sayı. Bir dili bilənlərin sayı x plus y-dir. Z-i əgər 30 tapmışıqsa, yerinə yazsaq x plus y-də elə 30 çıxacaq. 13-cü sualda isə ortaq məxrəci gətirsək və 3b-yə vursaq, olacaq nə? 3ab, birinci ifadəni 3b-yə vursaq, 3ab çıxılsın 2 bərabərdir 36b. Digər ifadəni isə 6a-ya vursaq, olacaq nə? Daha doğrusu a-ya vursaq, olacaqdır nə? 3ab çıxılsın 2 bərabərdir 6a. Bunları bir-birinə bərabərləşdir. Çünki bunlar bir-birinə bərabərdir deyə 36b 6a-ya bərabərdir. 36b bərabərdir 6a. Buradan da
6B bərabərdir A olacaq. A-nın yerinə 6B yazsaq, 10B bölünsün 5B eləyəcək. Bu da 2 eləyəcək B variantı. 14-ün satıcı aldığı məhlulu X manata satarsa 20% gəlir. Daha sonra isə gəlir Y manata satıb 4% ziyan edir. Əlbəttə ki, X-ə 120% ilə göstərə bilərik mütənasib olaraq. Y-də 96% olacaq. Çünki 4% ziyanda, 100-ün 400 ziyan elə 96 ola. Bunların nisbəti 5-in 4-ə nisbətidir. 15-ci sualda adi bir hesablamadır. 12, 2-nin kvadratı vur 3'tür. Vur 15'in kubu, yəni 5'in kubu vur 3'ün kubu bölünsün. 2 üstü 5 vur 3 üstü 5 vur 2 üstü 3 vur 5 üstü 3. Buradan 5 üstü 3'ler getdi. 2 üstü 8 alınır. Bunlar da getdi. 3 üstü 4 vur 3 üstü 3 böl 3'ün üstü 5. O da 3 üstü 7 böl 3 üstü 5. Bu da eləyəcək 3 üstü 2. D variantı. 16-cı sualda isə buranı 120 verib, bura 60 olacaq. 70 buranı verib, burada 70 olacaq. 60, 70, 50 bura olacaq. 50 də burada tənböləndir. Daha sonra buranı uzatsaz, bura çarpaz buzaqlar 60 olacaq. 160, burada 20'dir. B variantı doğru cavabdır. Standart şəklə gətirib, vurub açsaq görəcəyik ki, doğru cavab elə B variantıdır. Adi qayda vurub açırsıq da, yəni burada yazılısı bir şey yoxdur. A kvadrat böl A minus B. Burada mənfini önə atsam, B kvadrat böl A minus B alınacaq. Elə bir mənfini önə atıram. Orta mərhəz A minus B'dir. A kvadrat B kvadratı müxtəsər vurmadan A plus B olacaq. D variantı. 2 üstü 16'nı 2 üstü 6'ya böləcək. 64 2 üstü 6'dır. 2 üstü 16 böl 2 üstü 6 eləyəcək 2 üstü 10. 2 üstü 10'dan 1024'dür. D variantı. Tərəfləri 2 cm olan 6 bucağın şəkildəki kimi bir-birinə yapışdırılır. Alınan fiqurun perimetri 412 cm isə neçə 6 bucaqlı vardır? Aha. Birinci halda 6 bucaqlı kimi hesablasaq, baxaq. Bu eləyəcək perimetri 12. İkinci halda hesablasaq, ikinci halda isə bu şəkildə olacaq da, əlbəttə ki, bu hissəyə bitişi olduğu üçün, yəni baxın bu şəkildə olacaq. Bu belə, belə. Artıq buradan 6 bucaqlı yaranacaq. Belə alınacaq. Burada da belə alınacaq, belə alınacaq. Belə alınacaq, bir də belə alınacaq. Saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Düzgün çəkmədi deyəsən 6 bucaqlını. Bir saniyə. Düzgün çəkmədi 6 bucaqlını. Bu şəkildədir. Digər tərəfi isə, yəni baxın perimetri bura olacaq da. Baxın belə. Şəklin özündən baxaq da. Baxın bura. Ay sağ. Aha. Gəlin bunları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə olacaqdır. 10 dənə ikinci cəmi də 20 olacaq. 20. Yəni en 2 olanda 20 olur. Yəni 2 dənə olanda 20 olur. Gəlin ayrı-ayrı yazaq. Məsələn, bir dənə olanda, bir dənə də 12. 2 dənə olanda 20 olur. İndi 3 dənə olanda bax bu olacaq perimetr. Gəlin şəklə baxsaq elə. 3 dənə olsa bax bu şəkildə olacaq. Bax perimetr bunlar olacaq. Burada da 14 dənədir tərəf. Bu da eləyəcək 28. 3 dənə olanda 28 olacaq. İndi isə axırıncı fiqurun perimetri 412'dir. Da ki onu bilmirəm. X dənə olanda da 412 olacaq. Gəlin tapaq. Görürük ki biz buradan artımın 8 olduğunu tapırıq. Yəni ki bunlar 8 olaraq artır. Əlbəttə ki bunların sayı X dənədir və axırıncısı da 412'dir. Say düsturundan da yaza bilərik. Ya da istəsəniz sadə üsullarla da yaza bilərik. Misal üçün 20 nəyə bərabərdir? 12 plus 8 vur 1. Doğru mu? İkincisi. 28 nəyə bərabərdir? 12 plus 8 vur 2. Doğru mu?
Bu şekilde davam eləsəm 412 də bərabərdir 12 plus 8 vur x minus 1. Yəni bu şekildə bərabərdir 412'ye bərabərləşdirərik. 412 çıx 12 böl 8 olacaq. Üzərinə 1 51 doğru cavab C variantı olacaqdır. 21'də isə bu ifadəni yazacağım 2 böl A çıxılsın A böl A plus 3 böl B üzərinə B böl B plus C böl C çıx 4 böl C. Olacaq 2 böl A üzərinə 3 böl B. Bunların cəmi hansı idi? 4 minus C. Bunların cəmi 8 verilib. 8 çıx 1 plus 1 plus 1 olacaq. Bu da eləyəcək. Doğru cavab 9 eləyəcək. B variantı olacaqdır. Yəni bir məxrəc kimi yazdım. Bu sualda isə biz necə yazacağıq? Görürsünüz ki, bunlar buna birləşdirilib və bir Lego parçasıdır. Yəni indi burada tam görsənmir. Sizin sualda yəqin ki görsənəcək. Mən sualın orijinalına bir dənə baxın. Çünki məndə şəkildə görsənmir. Qaradır deyə bir saniyə. Aha, şəkildə bax belə bir şeydir. Belə bir şeydir. Belə bir şeydir. Yəni bunu sizin öz şəkildə baxsanız görərsiniz bunu. Belə bir şeydir. Nə bilim nə. Yəni görsən ki 3 dənədir. 3 dənə və bu cəmi x verir. Birdən baxsaq bir dənəsi baxın. B. O zaman bu hissənin uzunluğu A-2B'dir. A-2B'dir. Demək bu hissənin uzunluğu A-2B'dir. 3 dənə bundan vardır. 3 vur A-2B. Bu buranın uzunluğudur. Üzərinə gəlinsin. Bax bu hissədə B'dir. Bu hissədə B'dir. Üzərinə 2B. Bu da bərabərdir. 3A çıxılsın 6B plus 2B. Bu da eləyəcək 3A çıxılsın 4B. Bu şəkildə olacaqdır. Bunu da hesablasaq doğru cavab 11 eləyəcək. Yəni bu qədər sadə. Yəni bunu bu şəkildə yazmış olduq. Daha sonra keçək digər suala. Yəni burada doğru cavab 22'də əlbəttə ki D variantıdır. 23'də isə yenə bu şəkildə görsənmir. Sizin şəklinizdə amma görsənəcək. Burada A yazılıb. Burada Z yazılıb. Və ortasında 43 dənə kitab varsa, toplamda 45 dənə kitab var burada. Çünki A ilə Z arasında deyir ki, 43 dənə kitab var. Demək 45 dənə ümumilikdə kitab var. Birincisinin nömrəsi XY5, digəri isə XYX3'dür. Və ardı tək ədədlərdir. Yəni tutaq ki, birinci nömrələnir 2x plus 1 ilə. İkinci nömrələnir 2x plus 3 ilə. 45-ci də avtomatik nömrəcə 2x plus 2 vur 45 minus 1, yəni 89 ilə nömrələnəcək. Və bu birincisinin düsturu, yəni yazılışı XY5'dir. XY5. Bunun yazılışı isə YX3'dür. YX3'dür. Görsənir ki, biri 2x plus 1'dir, digəri 2x plus 89'dur. Gəlin bunların fərqini yazaq. Yəni YX3 çıxılsın XY5 bərabərdir 2x plus 89 çıx 2x plus 1, yəni 88. Bu ifadəni azsaq 90 y minus x bərabərdir 90 alınacaq. Y minus x 1'ə bərabərdir. Yəni ki, bizə deyir ki, z-in ola bilməz. Z y ilə x arasında fərq 1 olan ədədlər ola bilər. Misal üçün bu ola bilər. Bu ola bilər 1'dir. Bununla bunun arası fərq 1'dir. Amma bu ola bilməz. D variantı ola bilməz. 24-cü sualda isə A minus tərs mütənasibdirsə, yəni bunları silək. 24-cü sualda isə tərs mütənasibdir deyir. A minus 3'ə deyəcəksən 3'də 1K, B plus 2'yə deyəcəksən 4'də 1K, C minus 4'ə deyəcəksən 5'də 1K. Tərəf-tərəfə toplasaq A plus B plus C minus 3 plus 2 minus 4 bərabərdir 60'da 47K. A plus B plus C 99'dur. Beləliklə K-nı tapacağım 120. K 120 olanda əlbəttə ki A ədədi olacaq 43.
B də C də 28 olacaq yerinə yazanda. Buradan sonra 43 üzərinə 1 alınır. BC fərqi nisbəti 1-dir. Onun üzərinə 1 gəldi, 44 alınacaq. 25-ci suala isə baxsaq, burada qeyd edir ki, bunlar nə deyir burada? Bunlar demək bir işıqdır. Demək 1 dəqiqə yanır, 4 dəqiqə fasilə edir. Sonra 2 dəqiqə yanır, 4 dəqiqə fasilə edir. Sonra 4 dəqiqə yanır, 4 dəqiqə fasilə edir. Sonra 8 dəqiqə yanır, 4 dəqiqə fasilə edir. Daha sonra əlbəttə ki 16 dəqiqə yanıb 4 dəqiqə fasilə eləyəcək. Bu şəkildə davam edir. Yəni 21-dən başlayırsa 3 saat 180 dəqiqədir. 180 dəqiqə ərzində bu nə qədər yanacaq deyir. Əlbəttə ki adi qaydanı hesablaya bilərik. Misal üçün əgər birinci halda 1 dəqiqə yanır, 4 dəqiqə sönürsə, əslində bu 2-nin qüvvətləridir. 2 üstü 0 üzərinə 4 elədi 5 dəqiqə. Doğru mu? İkincisində isə 2 üstü 1 üzərinə 4 oldu. Elədi 6. Doğru mu? Bu şəkildə. Yəni ümumilikdə neçə dəqiqə keçir? Əvvəl 5 dəqiqə keçmişdi, indi 6 dəqiqə keçəcək. Toplam 11 dəqiqəmiz keçəcək. Üçüncü halda isə 2 üstü 2 plus 4 olacaq. Bu da eləyəcək 8, əvvəlki üzərinə 11 gəldikdə 19 eləyəcək. Yəni əvvəlkində gəlirik. Burada isə, yəni bunlar silim, bizə maniçilik törətməsin. Yəni bu şəkildə görə 3 saat 180 dəqiqə eləyir. 180 dəqiqə ərzində görə nə baş verəcək? Ona baxacağıq. Əlbəttə ki, bundan sonra davam eləyəcək. Bu 2 üstü 3 plus 4 alınacaq. Bu da eləyəcək əlbəttə ki 8, 4, 12 üzərinə 19, 31 eləyəcək. Digəri 2 üstü 4 plus 4 olacaq. Burada isə 16 plus 20 üzərinə 30 eləyəcək 51 dəqiqə. Bizə 180-ə lazımdır. Daha sonra yenə davam eləsək 2 üstü 5 plus 4 eləyəcək 36 üzərinə 51 87 eləyəcək. Daha sonra 2 üstü 6 plus 4 üzərinə 87, yəni əvvəlki dəqiqə. Ümumiyyətlə nə qədər keçdiyini tapıram da. Bu 64, 70, 68 üzərinə 87, 155 eləyəcək. Artıq 2 üstü 7 plus 4 yazsaq, bu artıq 180-i aşacaq. 180-i aşacaq. Toplamda 7 dəfə bu şəkildə davam edib. Doğru mu? Yəni 7-ci dövrə kimi bu şəkildə davam edib. İndi yəni 155 eləyir. 3 saatda 180 dəqiqə eləyir. Yəni artıq növbətisi 180-i keçəcək. O zaman bizə soruşur ki, neçə dəqiqə yanıb, işıqlanmış olacaq. İşıqlanmışlar bunlardır. 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3, 2 üstü 4, 2 üstü 5, 2 üstü 6. Öncəliklə bunları toplasaq, eləyəcək 2 üstü 0 üzərinə 2 üstü 1, 2 üstü 2 nöqtə 2 üstü 6. Bunu toplasaq neçə eləyəcək? Bunu toplasaq neçə eləyəcək? Bunu bir dənə toplayaq. Eləyəcək 2 üstü 7 çıx 1 də 127 eləyəcək bu. Doğru mu? Axı bir də burada diqqətli olmaq lazımdır. Sonuncusunda baxın 180 dəqiqə lazımdır mənə. 155'e kimi artıq burada yanıb. Növbətisində bu artıq fasiləyə düşə bilməyəcək. Nə deməkdir bu? Yəni 180 dəqiqə olması üçün 180-dən 155 çıxsam 25 dəqiqə eləyəcək. 2 üstü 7 plus növbəti işıqlandırma 2 üstü 7 plus 4 dəqiqə yanıb. Və bu 25 dəqiqədən çoxdur. Yəni axırıncısında bu işıq istirahət eləyə bilmir də, yəni sönə bilmir. O da 25 dəqiqə yanacaq. 127 üzərinə 25 doğru cavab 152 olacaq. Doğru cavab B variantı. Bu şəkildə hazırlığımıza qoşulmaq üçün 050 854 77 18 nömrəsinə yazıb qeydiyyatdan keçə bilərsiniz. Hələlik.